2021-ci ilin əziz dostlar, Mercedes GLS 450 çıxır aksiyona maşın. Üst motorlu 94 bin yürüyüşü var. 58.500 dirhəm start qiymətdən çıxır əziz dostlar. Gördüyünüz kimi maşının ön hissəsində bir dənə qabaq kapotunda zədəsi var. Bir də bir zədəsi var. Gördüyünüz kimi bu təmirə yararlıdır. Sağ hissəsindən deməli arxa və qabaq krılon plasmaslar lazımdır. Maşına arxa difüzor lazım olacaq. Buferin alt hissəsi, buferində belə bir çatı var. Təmirə yararlıdır. Və sol hissəsində gördüyünüz kimi maşında cızıqlar var. Qapısında belə bir cızığı var və qabaq qapı krılosunda belə bir batıqlar var. Bunlar hamısı təmirə yararlıdır. Güzgü lazım olacaq. Maşına açarsız daxil olmaq var. Körnəkdə 360 kamerası var. Deməli bir də maşına şofer tərəf qapı naviqası lazımdır. LED pribord, monitorda əziz dostlar açılıb. Yox, ayrıbaq açılmayıbdır. Böyük panorama lüktü maşında heç bir ayrıbaq açılmıyor əziz dostlar. Belə bir tünd mebellə işləmələri var maşının. Vini baxa bilərsiniz, bir kasa 21'dir. Kim istəsə bunu gözəl qiymətə əldə etmək olar.